经过5年与阿塞拜疆市场的合作，我们发现 Lovol şirkəti 2018-ci ildən Azərbaycan bazarına daxil olub. Həmin vaxtdan bəri məqsədimiz təkcə məhsul satışı ilə kifayətlənməyib, həm də ölkənin aqrar inkişafına real töhfə vermək olub. Azərbaycan fermerlərinin yüksək məhsuldarlıq və texniki etibarlılıqla bağlı tələbləri Lovolun əsas dəyərləri ilə üst-üstə düşür. Buna görə də bazarda iştirakımız təbii və davamlı bir prosesə çevrildi. İllər keçdikcə Lovol texnikasına artan tələbat və ölkənin müxtəlif bölgələrində müştəri məmnuniyyəti göstərdi ki, biz düzgün zamanda düzgün qərar vermişik. Bundan əlavə, satışdan sonraki xidmət, texniki dəstək və ehtiyat hissələri ilə təminat sahəsində yerli tərəfdaşlarla əməkdaşlıq quraraq davamlı bir sistem yaratdıq. 2018-ci il Azərbaycanın aqrar sektoru üçün hüquqi və iqtisadi baxımdan yeni bir mərhələnin başlanğıcı oldu. Həmin ilin dekabrında ölkə rəhbərliyi tərəfindən imzalanmış sərəncam, kənd təsərrüfatına dövlət dəstəyinin gücləndirilməsi və lizinq fəaliyyətinin təkmilləşdirilməsini nəzərdə tuturdu. Bu sadəcə texniki dəyişiklik deyil, struktur islahatı idi. Ən vacib məqam ondan ibarətdir ki, bazar daha da liberallaşdı və Azərbaycana qlobal brendlər fəal şəkildə daxil olmağa başladı. Əgər əvvəllər bu sektorda mərkəzləşdirilmiş yanaşma üstünlüyü təşkil edirdisə, 2018-ci ildən sonra bazarın liberallaşdırılması rəqabətli mühiti stimullaşdırdı və bu da öz növbəsində qiymət siyasətinə əhəmiyyətli təsir göstərdi. Bu təkcə fermerlər üçün texnika çeşidini artırmadı, həm də sağlam rəqabət sayəsində xidmətin keyfiyyətini yüksəltdi. Belə bir şəraitdə Lovol kimi qlobal texnika istehsalçısının bazara çıxışı tam məntiqli və strateji baxımdan əsaslandırılmış qərar oldu. Həmin ildən başlayaraq biz Azərbaycan fermerlərinin ehtiyaclarına uyğunlaşdırılmış modellər təklif etdik və bazarda öz yerimizi inamla tutduq. Təbii ki, bu yolda texnikanın lizinq yolu ilə həyata keçirilməsi üçün etibarlı maliyyə tərəfdaşı zəruri idi. Bu məsələdə biz fermerlərin müasir və etibarlı maliyyə dəstəkçisi olan Prior Leasing ilə əməkdaşlığa başladıq. Azərbaycanın kənd təsərrüfatı bazarı böyük potensiala malikdir və dinamik şəkildə inkişaf edir. Bu tərəqqi yalnız statik göstəricilərdə deyil, fermerlərlə gündəlik real qarşılıqlı əlaqələrdə də görürük. Dövlətin dəstək siyasəti və aqrar sahəyə yönələn investisiyalar fermerləri daha texnoloji həlləri qəbul etməyə təşviq edir. Subsidiyalar, güzəştli şərtlərdə texnikaya çıxış və məlumatlılıq səviyyəsinin artırılması bu bazarı daha çevik və uyğunlaşan hala gətirir. Bugün fermerlər qərar qəbul edərkən təkcə qiymətə yox, texniki xüsusiyyətlərə, enerji səmərəliliyinə və satışdan sonraki xidmətin keyfiyyətinə də diqqət yetirirlər. Bu isə Lovol kimi keyfiyyətə və etibarlılığa böyük önəm verən şirkətlər üçün olduqca vacibdir. Biz inanırıq ki, bu bazarda uzunmüddətli iştirakımız təkcə iqtisadi yox, həm də strateji və sosial baxımından faydalı olacaq. Azərbaycanın kənd təsərrüfatı sektoru artıq təkcə ərzaq təminatı məsələsi deyil. O, texnoloji və innovativ inkişaf üçün bir platformaya çevrilməkdədir. Lovol isə bu prosesin bir hissəsi olmaqdan qürur duyur. 食品保证，感谢大家。